Dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bugün sosial şəbəkələrdə qarşıma çıxan, ən çox qarşıma çıxan daha doğrusu, Ali Baş Komandan və onun ailə üzvləri haqqında xaricdə yaşayan blogerlərin, əsas da bloger kimi özünü təqdim edən Mehman Hüseynovun yaymış olduğu o video görüntülər, hansı ki, ölkə rəhbərinin gəlini haqqında yazmış olduğu video görüntülər məni bir Azərbaycan vətəndaşı kimi çox üzdü. Üzülməyimin də əsas səbəbi, bilirsiniz, mən nə Mehman Hüseynov haqqında işini demək istəmirəm. O onun öz işidir. Paylayıb, neyniyib, yayım açır, ölkə rəhbəri haqqında ağlına gələn danışır. Mən bu haqqında danışmaq istəmirəm. Və eyni zamanda mən bugün prezident haqqında müsbət fikir söyləsəm də, mən xalqıma normal şəkildə öz fikrimi çatdırmayacağam. Deyəcəklər, hə, bu da satqındır, getdi satılıb və yaxud da prezidentin tərəfini tuturub, əsər və eləxir. Çünki ağıldan zay o qədər insanlar toplaşıb ki, bugün sosial şəbəkələrdə. Bilmirsən ki, hansı istiqamətdə öz fikrini normal şəkildə xalqına çatdırasan. Çünki maarifləndirmə yoxdur. Qeyri-hökumət təşkilatları var, bir də agentlik var. Agentlik demək olar ki, pul bölgüsündədir və heç bir maarifləndirmə işi aparmır və ona görə də bax, bunun da nəticəsi budur da. Bu agentlik, hansı ki, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi bugün ancaq pul bölməklə məşğuldur. Millət vəkillərinə pul bölür, məmurlara pul bölür, grant, güya ki, grant ayırır, amma heç bir grantdan söhbət gedə bilməz. İndi mən nə Mehman Hüseynov haqqında fikir bildirəcəm, o onun öz fikridir, mən o səviyyəyə düşmərəm və o səviyyəsizin dediklərini də o qədər də ciddiyə almıram və xalqıma da deyirəm ki, almasın. Bu başqa məsələdir, amma mənim əsas bugünkü məqsədim ondan ibarətdir ki, ölkə rəhbəri haqqında təhqiramiz ifadələr işlədirlər, deyirlər, söyürlər. Bəs bizim bu məmurlarımız hara baxır? O qarnını qabağa verib özlərini belə professor, alim, ziyalı kimi aparan məmurlar hara baxır? Görürsünüzmü dostlar? Bax, belə bir yerdə, belə bir məqamda hər bir şey üzə çıxır. Bu çətin anlarda dostlar və əsl dostlar öz mövqelərini bildirməlidirlər. Mən bunu demişəm, deyirəm də. Əgər hər şey yaxşıdırsa, bu hər zaman belə yaxşı olursa, adam yaxşı sözlər deyə bilər bunu. Yaltaqlana da bilər. Ölkə rəhbəri haqqında müsbət fikir də bildirə bilər. Əgər hər şey yaxşıdırsa. Amma çətin günlərdə ailə başçısının ailəsi haqqında mənfi fikirlər söyləndiyi bir zamanda, yəni seçim qarşısında olan o gün ki olur, o gündə məmurlar və adi insanlar öz mövqelərini neynəməlidirlər, ortaya qoymalıdırlar, bildirməlidirlər. Ulu Öndər bizə demokratik bir Azərbaycan dövləti qoyub gedibdir. Bu vəzifədən asılı olmayaraq, bu dövləti qorumaq bizim hər birimizin vəzifə borcudur. İstəyir vəzifədə oturdur, istəyir oturmaq. Düzdür, yox. İndi baxaq. Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi və Səhiyyə Nazirliyi, təhsil, yəni bunların içində bir normal bir insan, hansı ki ona Mehman Hüseynovun yaydığı bu şəkillər təsir etmədimi ki, ölkə rəhbəri haqqında sosial şəbəkədə öz fikrini bildirsin. Bax, görürsünüzmü? Mən demişəm, deyirəm, deyəcəyəm. İlham Əliyevin ətrafında olan insanların əksəriyyəti saxtakardır. Əksəriyyəti xəyanətkardır. Əksəriyyəti Mehriban Əliyevanın birbaşa düşmənidir. Birbaşa düşmən. Bunu o tərəf, bu tərəfi yoxdur. Görürsünüz, Mehriban Əliyev haqqında başladılar mənfi fikirlər söyləməyə. Hansısa bir məmuru tənqid eləyəndə, onu vəzifədən uzaqlaşdıranda Ali Baş Komandan həmin dəqiqə, 2 gündən sonra, 3 gündən sonra başlayırlar onun ailəsi haqqında mənfi fikirlər söyləməyə. Və bu nədən irəli gəlir? Bu nədən irəli gəlir?
Bizim dəfələrlə mən demişəm ki, Mehriban Əliyev haqqında bu təhqiramiz fikirləri kimlər söyləyirlər? Qardaş, bu qədər yatmaq olar. Mənim prokurorum hardadır? Mənim dövlət təhlükəsizlik xidmətim hardadır? Mənim xüsusi kəşfiyyatım hardadır? Yəni bir mehmanın öhdəsindən, bir Qabil Məmmədovun öhdəsindən müstəqil Azərbaycan dövləti, ölkə rəhbəri gələ bilmir və yaxud da ki, ayrı-ayrı insanlar var. Hansı ki, bu dəqiqə oğlu, qızı xaricdədir. Bunlar bir mehmanın öhdəsindən gələ bilmir. Əlbəttə gəlirlər. Onlar özləri istəyirlər ki, İlham Əliyevin ailəsi haqqında mənfi fikirlərdir. Vaxtilə mən demişdim. Mehriban Əliyevanın şərəfini, ləyaqətini, namusunu təhqir eləyəndə mən prokurorluğa da müraciət elədim. Mən Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət elədim. Heç biri məhəl qoymadı. Dedi, əxlaqsıza əxlaqsız deyərlər, şərəfsizə şərəfsiz deyərlər, namussuza namussuz deyərlər. Və mənim ölkəmin güc strukturları əxlaqsız deyənin yanında oldu. Onu müdafiə eləyənin yox. Bax, bu gün də ona görə bu zülmü çəkirik. Mən üzümü tuturam Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyeva. Mən üzümü tuturam Respublikanın Baş Prokuroru Kamran Əliyeva. Mən üzümü tuturam digər məmurlara, Daxili İşlər Naziri. Bu necə ola bilər? Bu nə haldır ki, biz bu problemləri biz yaşayırıq və ölkə rəhbərinə yaşadırıq. Hər bir negativ halın öhdəsindən siz çox məharətlə gəlirsiniz. Amma bu söyüşün öhdəsindən gəlmək sizin üçün nə böyük problemdir ki? Mən üzümü tuturam. Bütün xalqıma, Azərbaycan xalqına biz bir olmalıyıq. Bir yumruq altında birləşməliyik. Biz Ulu Öndərin bizə qoyduğu bu müstəqil Azərbaycan dövlətini yaşatmalıyıq. Son illər artıq hamımıza məlumdur ki, bütün Azərbaycan və Azərbaycanlılar harda yaşamalarından asılı olmayaraq ruh yüksəkliyi ilə, başı uca, şərəflə, namusla yaşayırlar. Alnı açıq, üzü ağ yaşayırlar. Nəyə görə? Tarixi zəfərin, 2-ci Qarabağ müharibəsindəki zəfərin, bizim qələbəmizin həyata keçirildiyi bir günün, işğaldan torpaqlarımızın azad olunması bütün Azərbaycanlıları bir araya gətirərək yumruq halında birləşdirdilər. Bizə bugün nə olubdur? Və bunu kim elədi? Bizim Ali Baş Komandan. Tarixə nəzər salsaq, bu qələbənin əsası Mehriban Əliyeva hakimiyyətə gələndən sonra reallaşdı. Mehriban Əliyeva hakimiyyətə gələndən sonra prezident administrasiyasında ab-hava tamamilə dəyişdi. Bunu gözü götürməyən insanlar, şərəfini, ləyaqətini, namusunu pula satan insanlar bugün Mehriban Əliyevanı pisikdirmək istəyir. Bugün Mehriban Əliyev haqqında mənfi fikirlər, onun ailə üzvləri haqqında mənfi fikirləri sosial şəbəkələrdə yayırlar. Bugün icmalar açıblar. Mənim icma nəyimə lazımdır bu icma? Bu icma nə işlə məşğul olduğunu bilirsiniz. O qarnı yoğun professorları yığmışsınız oraya icmaya. Özdə orada ancaq kadr siyasətindən məşğul olursunuz. Mənim nəyimə lazımdır? Mənim Xarici İşlər Nazirliyim varsa icma mənim nəyimə lazımdır? Bu haqqında da sonra danışacağıq. Biz bir olmalıyıq və xarici qüvvələrə qarşı, o safı özümüzdən olan baltalara qarşı mübarizəmizi bir yerdə həyata keçirməliyik. Və üzümü tuturam yenə güc strukturlarına, bizə bu işdə dəstək olun. Artıq nə qədər pul yığmaq olar, nə qədər insanları təhqir etdirmək olar, nə qədər insanları əzmək olar. Bunun aqibəti də bax budur. Ona görə sizin xanımlarınızı təhqir edirlər. Ona görə sizin ailənizi təhqir edirlər. Çünki sizi, bəlkə də sizin özünüzü şübhə altına alırlar o sizin əlinizin altında olan məmurlar. Çünki gözümüzün qabağındadır. Bugün xalqın qarşısına çıxan istənilən bir məmur təhqirlə danışır, söyüşlə danışır. Bu da bizim xalqımıza yaraşmır. Bu da ölkə rəhbəri, sizin negativ hallarınızın nəticəsi kimi ölkə rəhbərinin xanımı söylür. Nəyə görə mən vaxtında müraciət etdim Mehriban Əliyeva əxlaqsız, şərəfsiz, namussuz deyən insanlara qarşı mübarizə aparmağa. Heç biriniz mübarizə aparmadınız. Dediniz, onlar düzdür. Hətta onlar üçün şərait yaratdınız. Onlara yeni vəzifələr verdiniz ki, söy, yaxşı eləyirsən. Düpür.
prezidentin sifətinə, tüpür Mehriban Əliyevanın sifətinə, tüpür onun nəslinin sifətinə, tüpür onun atasının sifətinə. Siz yaratdınız. Aidiyyatı qurumlar. Və əlimdə əsasım var ki, bunu deməyə. Siz yaratdınız. Siz. İndi də bax, nəticəsi budur. Görürsünüz nə qədər alçaq. Siz İlham Əliyevin çörəyini yeyirsiniz. Prokurorluq Kamran Əliyev. Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyev. Daxili İşlər Naziri Vilayət Eyvazov. İnciməyin sözümdən. Siz nətər baxırsınız ona? Necə baxırsınız? Necə o video yayılır və siz də buna normal şəkildə baxırsınız. Sizin ailənizdə təhqir olunur. Buna bir ancam çəkmək lazımdırmı? Bizim qeyri-hökumət təşkilatlarımız var. Bunlarla əməkdaşlıq eləmək lazımdır. Niyə əsl qeyri-hökumət təşkilatları qrant layihəsində qalır qıraqda? Amma sizin qohumlarınız eyni zamanda da bu millət vəkillərinin katibələri, o birisi, bu birisi bu qrant layihələrində ən yaxşı o yeməli yerləri yeyir. Ona görə də xalq sizin ailənizi təhqir edir, yoldaşınızı təhqir edir, bacınızı təhqir edir, qızınızı təhqir edir, ölkə rəhbərinin ailəsini təhqir edir, ulu öndəri təhqir edir. Sizin vecinizə dalmırsınız siz. Mən üzümü tuturam bir daha sizə. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bu cür videoların yayılmasına son qoymaq lazımdır. Və lazımdırsa birlikdə, qeyri-hökumət təşkilatları ilə birlikdə biz bu məsələni yoluna qoya bilərik. Diqqətinizə görə sağ olun.